Salam, hər vaxtınız xeyir olsun. Son günlər Ermənistan şərti sərhəddə təxribatlar törədir. Belə ki, martın 30-u gecə saatlarından başlayaraq 31-nə qədər mövqelərimiz atəşə tutulub. Elə biz də studiyada bu barədə danışacağı qonağım millət vəkili, eyni zamanda Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevadır. Gülşən xanım, xoş gördük sizi. Elə biz Ermənistanın şərti sərhəddəki təxribatları barədə danışacağıq irəliləyən dəqiqələrdə. Bir məlumatı da qeyd edeyim ki, Azərbaycan Xaricilər Nazirliyi 31 mart soyqırımı ilə bağlı yaydığı bəyanatda da bir məsələyə xüsusilə toxunub və orada qeyd olunub ki, Ermənistan konstitusiyasına daxil olmaqla bir sıra qanunvericilik aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam etməsi regionun sabit gələcəyi üçün böyük əngəl və narahatlıq mənbəyidir. Ona görə elə birbaşa soruşmaq istəyirəm. Hazırda bu şərti sərhəddə baş verənlərdən də belə nəticəyə gəlib soruşmaq olar. Ermənistan ümumiyyətlə sülh istəyir yoxsa müharibə? Təşəkkür edirəm. İlk növbədə dəvətə görə. İkinci mənə elə gəlir ki, əlbəttə bugün baş verən sərhəddə bu son dövrdə hadisələr, əlbəttə bütün ekspertləri bu məsələyə daha diqqətlə yanaşmağa və bunun səbəblərini aydınlaşdırmaq ətrafında müvafiq hansısa araşdırmalar aparmağa yönəldir. Bu baxımdan bir sıra perspektivlərdən biz bu məsələyə baxa bilərik. Birinci, əgər biz mart ayını götürürüksə, yadınızdadırsa martın 13-də məhz Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi o vaxt qlobal forum Bakıda gedirdi. Artıq sülh deməli müqaviləsinin mətni hər iki tərəf, yəni həm Azərbaycan, həm Ermənistan tərəfindən razılaşdırdığı haqqında o bəyanat verdi və ondan sonra Erməni tərəfi də onu təsdiqlədi. Yəni belə götürsək 13 martdan başlayaraq o dövrdən biz müəyyən mənada şərti sərhəddəki problemlərin, yəni bax atışma ilə bağlı Azərbaycan tərəfinin daim bu məsələyə diqqət verməsini və onu artıq elan etməsini, bəyan etməsini şahid oluruq. Burada bir neçə deməli şərh vermək olar bu məsələ ilə bağlı. Əgər biz nəzəri baxırıqsa, nə üçün məhz bu dövrdən, həmin nöqtədən götürürüksə bir əsas nöqtə kimi, burada birinci Ermənistanın içərisində olan müvafiq hansısa qüvvələr bundan çox narahatdılar. Onlar istəməzdilər ki, bax belə bir tez bir zamanda Ermənistan və Azərbaycan arasında həmin o mətn razılaşdırılsın və bu baxımdan onlar, indi biz əgər davam etsək bir qədər də bizim söhbətimizi, biz o proseslərə də nəzər sala bilərik ki, çalışırlar ki, Ermənistanda Paşinyana qarşı müvafiq olaraq hansısa bir, necə deyim, təzyiq metodlarından istifadə eləsinlər və şərti sərhəddə baş verən prosesləri bu kontekstdə biz baxa bilərik. İkinci məsələ odur ki, bəzən belə bir fikir də sürülür ki, bu Paşinyan yenə ikili bir oyun oynayır. Bir tərəfdən sülhdən danışır, o bir tərəfdən isə müharibə hansısa bir bu baxımdan müəyyən addımlar atmaqla müəyyən çətinliklər yaratmaq istəyir ümumiyyətlə Azərbaycanı. Yenə də sülh sevər bir dövlət kimi yox, əksinə bizi bir tərəfdən qaralamaq istəyir. Özlərini daha çox sülh sevər göstərmək istəyirlər həm dünyada, həm də ümumiyyətlə regionda. Ona görə bu iki müxtəlif ssenarini biz əgər götürürük və onun hansı daha real olmasını ən azı aydınlaşdırmaq istəyiriksə, burada biz daha bir neçə faktorlara da fikir verməliyik. Nə üçün? Çünki Ermənistan tərəfi biz həmişə də bilirik ki, məhz əvvəllər olduğu kimi bu dövlət müəyyən mənada dövlət kimi biz onu tam adlandıra bilmərik. Dövlət olması üçün dövlət özünün müstəqil siyasətini aparmalıdır. Dövlət dəqiq bilməlidir ki, o nə istəyir, o öz qərarlarını verəndə o qərarları yerinə yetirməyə bacarmalıdır. Və bu mənada mən bilmirəm, sizin kanalda ya hansısa başqa bir kanalda mən bu haqda demişdim ki, hətta İngiliscə belə bir termin var, agency, yəni dövlət odur ki, bax bu agency olan bir dövlət özü qərar qəbul edib, öz müstəqil siyasətini aparır. Ermənistanda heç vaxt belə bir dövlət olmayıb. Və mənə elə gəlir ki, Paşinyan bunu başa düşür və Paşinyan ona görə də başa düşür ki, vaxtilə o Qarabağ hərəkatını yaradanlar və ona görə də o daim həmin o keçmiş 3 prezidenti daim tənqid edir. Hətta yadınızdadırsa... İndi də onlar arasında bir konflikt var. Bəli, bəli, var və həm də yadınızdadırsa vaxtilə o hətta onları dəvət eləmişdi ki, gəlin biz birlikdə bunu televiziyada hətta müzakirə eləyək. Onların heç biri həmin o müzakirəyə gəlmədilər və hətta o yenə də son dövrlər deyir ki, siz özünüz o vaxt gəlmədiniz. Öz qohum əqrabalarınızı göndərib müvafiq hansısa sahələrdə müəyyən hansısa deməli bəyanatlar verirsiniz, ancaq o vaxt siz əgər doğrudan da istəyirdinizsə ki, gəlib o məsələni müzakirə eləmək açıq, canlı efirdə, siz onu eləmədiniz. Ona görə bu mənada biz əgər baxırıqsa, Paşinyan başa düşür ki, Ermənistan
bir dövlət olması üçün nəhayət o Azərbaycanla və Türkiyə ilə sülhə gəlməlidir. Və bu sülhə gəlmək üçün o bir sıra çox vacib addımlar atmalıdır. Bu addımlardan siz bayaq qeyd etdiyiniz ən vaciblərindən biri o konstitusiyada onun deməli o preambula hissəsində həmin o konstitusiyanın məhz deməli müstəqillik haqqında vaxtilə onların bəyanatına edilən həmin o iqtibasdır ki, o bəyanatda deməli həmin o preambula hissəsində o əlbəttə ki qəbul olunmazdı Azərbaycan üçün və Azərbaycan iqtidarı da və müvafiq olaraq bütün bizim mən elə gəlir ekspertlər və ümumiyyətlə bütün Azərbaycan tərəfini başa düşən xarici ekspertlər də bu məsələyə çox ciddi yanaşırlar və hesab edirlər ki, bu məsələ hökmən ən azı biz sülh sazişini imzalayana qədər həmin o konstitusiyadan çıxarılmalıdır, həmin o məhz iqtibas. İkinci məsələ də siz qeyd etdiyiniz kimi eyni zamanda həmin dövrdə yadınızdadırsa, vaxtilə bunu biz hətta birbaşa Petrosyanla əlaqələndirməliyik. Çünki həmin dövrdə, həmin o yadınız, mən qeyd etdiyim müstəqillik haqqındakı bəyanat o vaxt gündəmə gəldi və ondan sonra da bax elə konstitusiya dövründə də o yenə də Petrosyanla bağlıdır və bu elə bil ki, Petrosyanın mirası kimi də qeyd edilməlidir. Ondan sonra gələn hər iki prezident də həmin o miras əsasında öz hakimiyyətlərini möhkəmlədərək Ermənistanı o istiqamətdə aparıblar. Ona görə baxsaq bugünkü gün məhz 18-ci ildə Paşinyan artıq hakimiyyəti gələndən sonra Ermənistanda tamamilə yeni bir insan gündəmə gəldi ki, bu adam, bu siyasətçi bir tərəfdən ona qalan o miras ətrafında öz fəaliyyətini aparmalıydı. Ona görə də o daim deyirdi ki, həmin dövrdə artıq vəziyyət elə bir səviyyəyə çatmışdı ki, müharibə artıq qaçılmaz idi. Müharibə olmasaydı başqa cür mümkün deyildi. Çünki Azərbaycan bu vəziyyətə daha dözə bilməzdi. Ona görə də Paşinyan daim onları itham edir ki, sizin apardığınız siyasət məhz Ermənistanı bu uçuruma gətirib çıxartdı ki, biz sonra həm birinci Qarabağ, daha doğrusu ikinci Qarabağ müharibəsi ilə üzləşdik və sonra da artıq bir gün ərzində davam edən antiterror əməliyyatı nəticəsində tam mənada Qarabağ məsələsi demək olar ki, öz həllini tapmışdır bugün. Amma bir məsələ də var Gülşən xanım. Burada təbii ki, Ermənistan hakimiyyətində təmsil olunanlar da reallığı çox yaxşı bilirlər. Amma elə Paşinyan da daxil olmaqla sanki bu reallığı görməyə, onu icra eləməyə mane olan qüvvələr var. Baxın, o qüvvələr kimlərdir və onların əsas məramları nədən ibarətdir? Bu ayaq biz qeyd etdiyimiz məsələlər o Ermənistanın içərisində olan qüvvələr idi. Bu bir tərəfdən. Yəni burada o qüvvələr var. Təkcə sizcə daxili qüvvələr mi bu rol? Yox, mən ona görə deyirəm. Daxili qüvvələrdən başqa əlbəttə xarici qüvvələr də var. Yəni biz onu heç cür kənara qoya bilmərik. Çünki geosiyasət biz indi Ukraynada gedən böhranı görürüksə və o müharibə gör neçə 3 ildən sonra çox da davam edir. Əlbəttə xarici qüvvələrin özünün də maraqları var və xarici qüvvələrin özünün də hansısa baxışları var bu regionda. Məsələn biz götürsək Cənubi Qafqazda öz siyasətləri aparmağa və onlar üçün əlbəttə hansısa münaqişənin həll edilməsi və xalqlar arasında normal münasibətlərin yaradılmasında onlar heç cür də maraqlı deyirlər. Çünki onda onların siyasəti, onlar burada tam mənada siyasət apara bilməyəcəklər. Ona görə də bu baxımdan əlbəttə o qüvvələr də Ermənistandakı bax bu çaxnaşmanı içəridə olan çox gözəl istifadə edərək öz siyasətlərini qurmağa çalışırlar. Bir faktor da mənə elə gəlir var deməli. Xarici qüvvələrdən başqa onlar da daha çox xaricdən idarə olunandılar. Onlar məhz bu Ermənistanın mən hesab eləyirəm ki, ən böyük baş ağrısı olan onların diasporadır. Bu diaspora məsələsi olduqca ağır bir mirasdır onlar özləri üçün də. Çünki bu konkret kontekst götürülüksə, bu kontekst heç cür hansısa Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsinə və ya Ermənistan və Türkiyə arasında ona hazır deyil. Onlar hesab edirlər ki, bu daim davam eləməlidir. Ən azı biz tam mənada sülhə gəlməmiz üçün onların fikrincə Azərbaycan və Ermənistan arasında hansısa sülhün əldə edilməsi onlar üçün qəbul edilməz götürülə bilər. Və bu baxımdan onlar həm o mən qeyd etdiyim xarici qüvvələr, həm onların özləri və onların özlərinin lobby təşkilatları götürürükmü, onların özlərinin hansısa təşkilatlarını götürürükmü, müvafiq olaraq prosesi beynəlxalq səviyyədə elə bir ki, gündəmdə saxlamağa və Azərbaycanı daha çox qaralamaq
istiqamətində fəaliyyətlərini davam etdirməyə çalışırlar. Və bu baxımdan əlbəttə ki, Azərbaycan üçün biz əgər götürürüksə, biz daim onsuz da bu haqsızlıqla həmişə rastlaşmışıq. Yadınızdadırsa 1992-ci ildə onlar 907-ci düzəliş edəndə bu düzəliş onu göstərirdi. Bu ilk haqsızlıq idi Azərbaycana qarşı, yəni belə götürüləndə həmin o məşhur deməli ABŞ hökuməti tərəfindən deməli qəbul edilmiş o qanunvericilik aktında o deməli azadlığa dəstək aktı adlanırdı. Freedom Support Act. Və o dəstək aktında ABŞ götürürüksə hökuməti bütün SSR-dən elə bir SSR-dən sonra yaranmış 15 dövlətə müəyyən mənada maliyyə dəstəyi verməli idi hökumətlərə. Ancaq məhz Ermənistan deməli erməni diasporunu biz götürürsək birinci növbədə fəaliyyəti nəticəsində onlar Azərbaycanı həmin o deməli fəaliyyətdən həm Azərbaycan hökumətinə hansısa bir yardım etməyin deməli qarşısını aldılar bir istisna halı kimi. Ona görə o 907-ci düzəliş də edildi. İndi bu baxımdan əgər biz götürürüksə məhz o düzəlişin hətta bu gün də gündəmdə olması onu göstərir ki, erməni diaspora və ona deməli yaxın olan siyasi qüvvələr əlbəttə bunu dəstək olan deyək də. Bəli, dəstək olan əlbəttə ki, bunu başqa cür də adlandırmaq olmaz. Ona görə də bax bu ən gözəl bir nümunədir. Bu haqsızlığa qarşı, Azərbaycana qarşı. Halbuki o dövrdə, əgər biz götürürüksə, bu oktyabrda baş vermişdi. Artıq həm bütün Qarabağı onlar təmizləmişdilər Azərbaycanlılardan. Hamını qovmuşdular, belə götürsək. Laçını tutmuşdular, belə baxanda. Və artıq, belə baxanda bunlar artıq Qarabağı birləşdirmişdilər Ermənistana. Və bu dövrdə Azərbaycanı elan etmək ki, biz onları blokadaya alırıq, biz onlara müəyyən çətinliklər yaradırıq və bunun elə bir bu əsasda Azərbaycana qarşı, bax, belə bir 907-ci düzəlişin elan edilməsi onu göstərirdi ki, yaxşı, 92-ci ildə təsəvvür edək Amerikada olan konqresmenlər bu bölgəni tanımırdılar, ölkələri tanımırdılar, daha çox ermənilərə, özlərinin vətəndaşlarına inanırdılar və ona görə də belə bir aktı bunlar qəbul elədilər. Ancaq təsəvvür edin, gör, 30 ildən çox bir dövr keçir. Ancaq o akt hələ də qalmaqdadır və onu hələ də düzəltmək istəmirlər. Bu onu göstərir ki, biz burada problem yenə də daha dərindir və mənim fikrimcə burada biz başa düşməliyik ki, birinci ən vacib faktor odur ki, bu konkret erməni milləti əgər götürürüksə, bu özünün bir tarixi, özünün bir necə deyim, tarixi yolu olub və bu millət məhz bu ərazidə indi hal-hazırda bir, mən bayaq dediyim kimi, dövlət kimi əgər biz götürürüksə, normal, suveren dövlət kimi və başqa dövlətlərdə və onların ərazilərində heç bir marağı və gözü olmayan bir dövlət kimi formalaşması üçün əlbəttə burada həmin o bizim sülh müqaviləsinin və hər iki dövlət arasındakı münasibətlərin qurulmasının olduqca önəmli bir yeri var və biz buna doğru gedirik. Azərbaycan buna hazırdır və Azərbaycan bunu istəyir. Ancaq söhbət ondadır ki, yenə mən bayaq qeyd etdiyim kimi, həm Ermənistanın içərisində olan həmin o qüvvələr ki var, onlar hələ də razı deyirlər bu məsələ ilə. Onlar hələ də Qarabağ hərəkatını istəyirlər gündəmdə saxlamaq. Ona görə Paşinyan yadınızdadırsa, məncə 26-sında parlamentə çıxış edəndə o dedi ki, bəli, ki, bəs bu hərəkat bizə mane olur dövlətçiliyimizə. Biz bu hərəkatı dayandırmalıyıq, bu hərəkat davam etməli deyil bu ölkədə. Çünki onlar yenə də əsasən bu insanlardan istifadə edilərək Ermənistanın içərisində müəyyən çətinliklər yaratmaqdadılar. Elə ona görə də Gülşən xanım, Ermənistanın keçmiş prezidentləri də Paşinyanla qarşıdurma yaşayırlar. Elə əsas məsələ də bundan ibarətdir. Sizcə burada hazırki biz deyirik ki, hər iki tərəf sülh məsələlərini, o müəyyən bəndlər ki var, onlar razılaşdırılıb və Ermənistanın keçmiş rəhbərləri Paşinyanla o qarşıdurma yaratmaqlarının mərkəzində də bu məsələlər nə dərəcədə yer alır? Biraz öncə də biz qeyd etdik ki, Paşinyan tez-tez bu Qarabağ hərəkatından danışır və bunun əhəmiyyətsiz bir şey olduğunu da özü qeyd eləyir. Və həmin keçmiş rəhbərlər bu məsələdə necə Paşinyana hansı təzyiqləri göstərməyə çalışırlar? Mən bayaq qeyd etdiyim kimi, bunlar üçün Petrosyan və ondan sonra olan prezidentlər, yəni həm Koçaryan, həm də Sarkisyan, onlar üçün Qarabağ hərəkatı əsas hərəkət verici bir amil idi ki, onlar hakimiyyətə gəldilər və həmin elə Petrosyan məhz Qarabağ hərəkatı nəticəsində, o məhdum ideyaları əsasında, yadınızdadırsa, Ermənistanın bir dövlət kimi bunların fikrincə yaranmasında, SSR-nin müəyyən məndə dağılmasında onlar müəyyən məndə rol oynadılar. Ancaq biz götürürüksə, bugünkü gün əlbəttə Paşinyanın
apardığı siyasət real Ermənistan və tarixi Ermənistan ideyaları bu tamamilə yeni bir, necə deyim, dövlət ideologiyasını yaratmaqdadır və bu çətin bir prosesdir. Mən Amma zaman fərqi də var da Gülşən xanım. Çünki 90-cı illərdəki Azərbaycanla indiki Azərbaycan bilirsiniz ki, yerlə göy qədər fərqlidir. Əlbəttə. Onlar hələ də o xəyalla yaşayırlar. Burada əsas problem odur ki, bilirsiniz necə? Axı bəzən əgər sən hansısa bir ideya əsasında nəyisə yaratmırsansa, mən bayaq dedim miras məsələsi. O onların mirasıdır. Onlar o mirasın dağılmasını istəmirlər. Ona görə də bugünkü Ermənistanda mübarizə məhz Paşinyanın yeni ideologiyası ilə köhnə ideologiyası arasında bir qarşıdurmadır. Və bu qarşıdurma əvvəl-axır mənə elə gəlir ki, Paşinyanın fikirləri əgər güclənsə və onun ətrafında olan əhali məhz onu dəstəkləsə və Qarabağdan imtina etsə, onda biz nəhayət sülhə gəlib çıxacağıq. Söhbət ondan gedir ki, neçə faiz bugünkü Ermənistan əhalisi məhz Paşinyanın real Ermənistan fikrini dəstəkləyir. Bu olduqca maraqlı bir məsələdir. O məsələni əgər Ermənistan ekspertləri özləri oturub bir öyrənsələr, onda əlbəttə ki, bizə heç olmasa bir faiz verə bilərdilər. Mənə elə gəlir ki, bunu nə üçün indi eyni zamanda kimsə hətta inanırsa Paşinyanın fikrinə, açıq şəkildə bunu bəyan edə bilmir, çünki qorxur. Çünki bu mənada bu artıq milli bir düşüncə olduğuna görə və vaxtilə keçmiş Ermənistan, belə götürsək, SSR-dən çıxmış o Ermənistan Paşinyana qədər ki, o onun əsas fundamental bir, necə deyim, ideyası idi və o ideyaya qarşı çıxmaq olduqca çətindir bugünkü Ermənistan vətəndaşı üçün. Mən təşəkkür edirəm sizə Gülşən xanım. Təbii ki, o baş verən o mənzərədən belə nəticəyə gəlmək olar ki, ideologiyaların davası gedir. Çox sağ olun. Belə xatırladım ki, qonağım millət vəkili, eyni zamanda Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayeva idi.